formalar yaxşı deyil. Mən xoşuma gəlmədi. Bu il hələ almamışam. Keçən il mən dəst kostyum almışdım. Bu uşaq pencəkdən ötürü rəy gedir də, ki pencək geyinsin. O pencəyini geyinə bilmədi. Pencək çox pis, bərbad gündə idi. Çiyinləri üstündə dörüydü, belə dala gedirdi. Belə razmer uyğun gəlmirdi. Şalvar da enli, bunun özünə uyğun deyildi. Boyu uyğun idi şalvar. İndi mən aldım şalvar ona, demək ki, Pandadan aldım. Amma özümüzün deyil də, BT-nin deyil. BT-dir də Münirən. Amma o Türkiyənin şalvarıdır, amma çox gözəldir. Bizim rəngə uyğun, tünd-göy. Onunla geyindirib yola salırıq. Qiymətdə də fərq var. Keçən ildən nisbətən bu il artıq qiyməti. Əlavə indi baxırsan keyfiyyətdə də fərq eləyir. Elə yer var ki, məsələn, məktəb forması satırlar, alırıq, gəlir, uşaq gedir məktəbə deyirlər, məktəb uyğun deyil. Elə bir şeylər də olur. Hələ özləşməmişəm, heç bir problemim. Elə nə almışam, bilmişəm ki, bu məktəbə bu layiqdir, bunu da almışam. Bax, qiymətlər baxımından il belə dəyişmir ki? Yox, dəyişir. Bildir, bir ayrı qiymətdə almışıq. 38 manata bir ayrı almışam. Bildir, elə biləm, haradasa bir 45-50 al. Belə yadımdan çıxıb olur. Razmerlərdə qiymət fərqi olur. Yox, formanın dəyişmək problemi olmur. Əsasən materialları tez tiftiklənir. Məsələn, əsasda şalvarlar ən çox istifadə olunur. Tez yenilənir, parçada tez tiftiklənir. Əsas problem olur. Yoxsa almaqda bir dənə alırıq, gedir il boyu. Yox, parçası keyfiyyətsizdir, tez tiftiklənir. Ona görə məcbur oluruq, o materiallar Türkiyədən gətirilmiş olur, o rəngdə. Məcbur mən ondan alıram şəxsən şalvarını. Necə deyim sən, qiymətlər bahadır da. Elə insanlar var ki, o maaşı almır. Ancaq onun paltarı almalıdır, onun üçün problem yaranır. Elə ailə var ki, o istifat eləyə bilir, öhdəsindən gələ bilir. Ancaq elə ailə var ki, öhdəsindən gələ bilmir. Bu qiymətdən başqa bir problemlər varmı? Onu vallahi bilmirəm. Problem bircə odur ki, hər il təzə bir forma deyirlər, məktəbli forması. Yoxsa ki, məktəbdə var, mağazalar ayrılır, gedirik, alırıq. Bircə problem odur ki, hər il bir dəfə dəyişirlər. Bu il aldığımızı gələn uşağımıza geyindirə bilmirik. Ondan ehtiyac, çox adamın ehtiyacı var. Çatdıra bilmir. Mənim indi bir də alıram. Elə ailə var ki, 3 uşaq gedir. Hər il 3 uşağa nə cür alsın formanı? Çatdıra bilmirlər. Problem bircə odur. Həmişə ki, deyirlər ki, fabrikdən alırıq, ya yerlərdə alırıq. Yəni düzdür. Deyirlər ki, paltar olmasın, ancaq fabrikdən olsun. Ancaq oradan alırıq. Bax, alarkən qiymət baxımından bir ildən bir qiymət mi dəyişir? Bax, bir də görsən ki, məktəbdə dəyişir. Yoldaşım alır, yalan deyirəm. Birinci növbədə onların keyfiyyəti baxımından üzərlərinin padelka çox olur. Sexlər, çox təəssüflər olsun ki, sexlər uğurluyurlar, onlardan padelkalarını tikirlər, satırlar, destifliklənir, xarab olur. Belə. Qiymətlər baxımından? Qiymət bu yaxınlarda aldım 36 manata uşaq üçün məktəbli forması. Hər məktəbin öz paltarı olur, onda biraz problem yaşayırıq. Uşaq məktəbi dəyişəndə, başqa yer məktəbə gedəndə o problem yaşanır ki, hər məktəbin öz paltarını almalıyıq. Bir problem bu, başqa problem yox.